və insanın haqqında ilk təəssüratın yaranmasında ən başlıca rol oynayan amillərdən biridir. Ümumiyyətlə, harasa daxil olanda necə özümüzü təqdim eləməliyik, necə davranış modeli sərgiləməliyik. Bütün bunlar o qədər incə məqamlardır ki, və hər işin mütəxəssisi olduğu kimi də biz də bu məsələnin əsl mütəxəssisini efirimizə dəvət eləmişik və efirimizin qonağı da Etika Akademiyasının rəhbəri Günel İbrahimlidir. Günel xanım, xoş gəlmişsiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətinizə görə. Şadıq sizi görməyə. Mən də. Etika qaydalarına görə, bax, biz ilk tanışlığımızda mən sizə necə salamlamalıyam? Şadıq sizi görməyə, necə siz olaraq sual verə bilərəmmi? Bəli, əlbəttə ki. Ev sahibi, qonaq sahibi həmişə birinci hal-əhval soruşar və xoş gəlmisən deyər ki, gələn qonaq özünü yaxşı hiss eləsin. O zaman şadıq sizi görməyə və istəyirik siz də özünüzü bizimlə yaxşı hiss eləyəsiniz orada. Hər zaman Bakı TV-də özümü gözəl hiss edirəm. Nə gözəl, şadıq bunu eşitməyə. Günel xanım, ümumiyyətlə, məsəl üçün, masa etiketindən baxanda, deyək ki, masada müxtəlif yaş kateqoriyasında ya da müxtəlif vəzifə statusuna uyğun olan insanlar əyləşibsə, birinci hansı klassifikasiyaya görə kim birinci masada yeməyə başlamalıdır ya da ki, birinci yeməyə başlamağı təklif eləməlidir? İş dünyasından tam soruşuruqsa, iş dünyasında hər məsələ iyerarxik olaraq protokola bölünür. Vəzifəcə böyük var, vəzifəcə kiçik var. Nə qadın var, nə kişi, nə yaşca böyük, nə yaşca kiçik, nə təcrübəsi böyük, nə təcrübəsi az. Hər bir məsələ vəzifə öhdəlikləri ilə iyerarxik pillələrə bölünmüşdür. Çünki vəzifə məsuliyyəti çox olan adamdır. Və bir insan ki, həyatında daha çox məsuliyyət üzərinə götürübsə, təbii ki, ehtiram və hörmət birinci ona göstərilir. Məsələn, bir nəfər var, biz ancaq öz işimizə görə maaş alırıq. Şöbə müdürü bir 30 nəfərin öhdəliyini və işini üzərinə götürərək, onların sağlığını, onların gündəlik iş rejiminə cavabdehlik götürərək daha yüksək maaş alır və daha çox məsuliyyət daşıyır. Rəhbər, direktor, bunlar yüzlərlə insanın məsuliyyətini daşıdıqlarına görə təbii ki, ehtiram və hörmət də müvafiq olaraq paylanılır. Ona görə vəzifəcə böyük olaraq bu məsələlər həll edilir. Ailə daxili mədəniyyətdə isə yaşca ən böyük insana birinci servis edilir. Bu kafelərdə, restoranlarda da belədir. Məsələn, mən bəzən görürəm bizim gözəl masadarlarımız çay süfrəsi və yaxud da yemək gətirirlər. Birinci, təbii ki, hər kəsə bərabər yemək gəlməlidir. Lakin yenə bir birincilik varsa, yaşca masada oturan ən böyüyə birinci servis edərlər. Bəs, məsəl üçün, əgər bir ailə başqa bir ailəni qonaq çağırıbsa, amma deyək ki, bu ailənin başında dəvət edən ailənin başçısı əyləşməlidir, yoxsa qonaq gələn ən yaşca böyük insan əyləşdirilməlidir? Masanın başında həmişə evin sahibi əyləşir. Və onunla üzbəyüz və yaxud da sağında hörmətli qonaq əyləşə bilər. Maraqlıdır. Daha sonra Günel xanım, əsas məsələlərdən biri, şəxsən bu mənim də həssas olduğum məqamdır. Mən heç sevmirəm kiməsə sən deyə müraciət edeyim və kimsə mənə sən deyə müraciət eləsin. Bax, bu etiket qaydalarına görə necə biz icazəsiz kiməsə sən müraciətinə keçə bilərikmi? Əlbəttə deyil. Siz və sən çox gözəl münasibətləri tənzimləyən və böyük bir sərhəd deməyin, böyük bir etik pərdə olan bir məsələdir. Sizin anlayışı biraz daha da dərindir. Əslində siz bir çox profilləri daşımaq deməkdir. Məsələn, mən həm anayam, həm iş adamıyam, həm kiminsə övladıyam, həm kiminsə həyat yoldaşıyam. Baxın, neçə dənə mənim rolum var bu həyatda. Və mən tək deyiləm. Yəni sən təkliyə müraciətdir. Və bir çox profilləri, məsuliyyəti daşıyan insanlara vəzifələri çox olduğuna görə çoxluqla siz deyə müraciət edirlər. Öncələr bunu krallara, şahlara deyərdilər, çünki öhdəlikləri çox idi. Və vəzifəcə böyük insanlar, yəni yalnız evin başçısı deyil, ailənin başçısı deyil, nəslin böyüyüdür, bir çox böyük qurumun rəhbəridir. İnsan görür neçə nəfərə atalıq eləyir, böyüklük eləyir. Ona görə o sizdir. Çox sima daşır bu həyatda, vəzifəsi və məsuliyyəti çoxdur. Buna görə də siz əslində ehtiram əlamətidir, sizin bütün rollarınızı vurğulamaqdır. Sən isə çox özəldir və sən, biz ən əziz adamlarımıza deyirik, ailə üzvlərimizə deyirik, atamıza, anamıza, Allahımıza sən deyə müraciət edirik. Çünki Allah təkdir, ona heç bir halda siz deyə bilmərik.
biz yeni tanışlıqlarda, müəyyən münasibətlərdən sonra dərhal sənə tez keçirlər, bizim gənclər daha çox. Və çox hallarda da icazə almadan keçirlər. Bəli, və bu sən o qədər tez müdaxilədir ki, o ailə tərkibindəki olan sınağı keçmədən, özəlliyi, mehribanlıq yolunu keçmədən dərhal sən bir çox problemlərə, bir çox münasibətlərdəki kobudluğa gətirib çıxardır. İmkan vermirlər ki, sizdən sənə keçən gözəl bir period var, bir yol var. Onu qarşı tərəf qət eləsin. Yəni daha özəl münasibətlərə qədər gələ bilsin. Çox sağ olun, maraqlı yanaşmanız var. Bəs Günel xanım, məsəl üçün çox hallarda, deyək ki, qonaqlıqda, bir çox hallarda görürsən ki, insanlar əyləşəndə masada öz çəngəl bıçaq dəstinin yanına telefon qoyurlar. Bu nə qədər etikdir? İş dünyasında biraz fərqlidir. Əgər vəzifəcə çox məsuliyyətli insan varsa iş başında və o hər an zəng gələ bilər, müəyyən bir məsələdən cavabdehlik daşıyır, səssiz almaq şərti ilə, amma duymaq, yəni vibrasiya deyirik də, bu sahədə biz telefonu masaya qoya bilər. Lakin əgər siz yeməyə getmişsinizsə, müəyyən bir saatı ayırmışsınızsa, evdə narahat edən sizə xəstə və yaxud da zəng gözləyəcəyiniz məqam yoxdursa, təbii ki, telefon çantada olmalıdır. Həm gigiyenik nöqteyə nəzərdən, həm də ki, qarşı tərəfin sizə özəl ayırdığı saatı, vaxtı ona həsr etməkdən. Bu telefon nə qədər adamınız orada var, tutalım, bir 200 nəfər nömrəsi varsa telefonunuzda, bu deməkdir ki, siz o masaya 200 nəfərlə birlikdə əyləşmişsiniz. Və hər an sizlə danışa bilirlər, söhbət edə bilirlərsə, demək, fiziki olmasalar da özləri bizimlədir. Buna görə də özəl münasibətlərdə, xüsusi yeməklərdə, aləm masalarında elə 4, 3, 5 nəfər kimi isə çalışacağıq ki, onlardan kənar insanları cəlb eləməyək masaya ki, rahat ailə daxili masa yeməyimizi başa çatdıraq. Bəs etiket qaydasına görə zarafat eləmək, səs tonunun yüksəkliyi, buna necə nəzarət etməliyik? Çox gözəl və incə məqama toxundunuz. Mənim ən sevdiyim mövzulardan biridir. Çünki gülmək, zarafat özü böyük bir mədəniyyət tələb edir. Hətta gözəl bir Hugo'nun sözü var. Deyir ki, zarafat eləməkdən ötürü 200-ə yaxın kitab oxumalıyam. Deyirlər ki, siz çox az zarafat eləyirsiniz, biraz qara qabaqlı insanıymış. Deyib 200 kitabı yazdıqdan ya oxuduqdan sonra mən zarafat eləmək haqqına sahibəm. Zarafat eləmək qarşı tərəfi güldürmək üçündür. Əgər kiməsə söz çatdırmaq və yaxud da kiməsə xətrinə dəyərək hamı gülür bir nəfərdən başqa, bu artıq lağlağı kateqoriyasına girir. Və hər zaman çox aşağı bir sahədə aşağı duyğular oyadır. Yəni yüksək duyğulara xitab eləmir. Zarafatla çox ehtiyatlı olacağıq. Zarafatla çox sıx mühitdə, ən yaxın dostluqlarda onun da belə ədəbli etməyə bacaracağıq. Lağlağı bərkdən gülmək, qəhqəhə çəkərək insanları narahat eləmək, başqalarını əgər onlar sizin zarafatınızda iştirak etməyibsə, o da ədəbsizlik sırasındadır. Bəs yaxşı deyək ki, bir cəmiyyətdə səninlə sənə xoş gəlməyən şəkildə bir zarafat etdilər və anlayırsan ki, qarşı tərəf heç fərqində deyir ki, icazə almadan şəxsi sərhədini keçib, öz simanı itirmədən, onun səviyyəsinə enmədən necə o mədəni sərhədi qoyasan ki, həm qarşı tərəf özünü yığışdırsın, həm də ki, sən öz simanı qoruyasan. Doğrudur. Etikanın çox gözəl və etiket qaydalarının bir sərhədi var. Biz başqasını düzəltmirik. Biz başqasını sən səhv elədin, sən düz elədin, məsələlərinə daxil olmuruq. Çünki insan, o da özü bir mədəniyyətsizlikdir. Ona görə mən daha çox bu ictimai qınaq məsələlərindən çox uzaq durmağa çalışıram. Lakin əgər siz çox mədəni və ağıllı insansınızsa, əvvəldən o məkana, o mühitə düşməməyiniz gərəklidir. Çünki o ağıl, o müdriklük sizə ona görə verilib ki, elə bir mühitdə olmayasınız. Getdiyiniz yeri seçəsiniz, etdiyiniz dostluqları düzgün qazanasınız. O adam ki, birdən-bir elə duruma düşüb, demək ki, əvvəldən ölçüb biçməyib, hara gəldiyini təxmin etməyib, kimlərin olduğunu orada soruşmayıb. Və buna görə etik insanlar hər zaman seçdiyi, gedəcəyi yer cəmiyyətini seçirlər. Əgər oldu, tutalım, heç hesablamadıq, hər hansı bir insan belə bizə kobudluq elədi, təbii ki, onun da üzünə gülümsəyərək
gözəl bir gün arzulayaraq həmin mühitdən getməyiniz önəmlidir. Çünki kobud insan və nə etdiyini dərk etməyən insan siz ayaq üstə bir dəqiqəyə heç nə başa sala bilmərsiniz. Həm də bizim iş deyil o. Yəqin ki, onu böyüdən və tərbiyə edən mühitin işidir. Biz onu bir saniyədə dəyişdirə bilmərik. Lakin bizim o məkandan uzaqlaşmağımız ona bəlkə düşündürməyə vadar eləyəcək. Bizi də bir də elə məkanlara, elə dostluqlar etməməyimizi bir daha dərs alacaq. Günel xanım, siz isə bayaqdan danışırsınız. Mən fikir verirəm ki, sizin danışdığınız anda öz ətrafınızda yaratdığınız enerji və s. insanı sadəcə vadar edir ki, sizinlə bax belə və sizin səs tonunuza uyğunlaşaraq bu melodik tonda danışasınız. Əslində çox inqilabi insanam. İçimdə bir üsyanlar olur. Bu lap çətindir o zaman. Bu üsyanları yatırtmaq, yəni mən hər zaman uşaqlıqdan sözə qarşı çox ehtiyatlı olmuşam və bir söz məni çox incidib. Bu sözü necə edə bilərəm ki, cəmiyyətdə insanlar gözəl danışsın və bir-birimizə biz şəfa daşıyaq. Acı dilimiz belə tənqidi xarakteri daşısın, təhqir deyil. Düşünürəm ki, psixoloji olaraq da özümü, işimi bu yola həsr elədim. Uşaqlıqdan bəlkə də yaxşı oxumuşam, əlaçı olmuşam, ona görə ki, müəllimdən artıq söz eşitməyim. Bunun da altında bu söz mədəniyyəti durub. Bugünkü dünyada, xaotik dünyada, bir-birimizlə rəftarda düşünürəm ki, xoş söz, xoş əhval bütün ilk yardımdan, həkimlərdən daha sürətli bizə kömək edəcəkdir. Nə gözəl yanaşırsınız. Daha sonra suallarım var, istəyirəm onları da öyrənmək sizdən. Məsəl üçün, kübar mədəni cəmiyyətlərdə belə bir anlayış eşitmişəm, bilmirəm nə qədər bu doğrudur. Deyirlər ki, 3 mövzuya danışmamağa vadar edir. Din, xəstəlik və siyasət, səhv eləmirəmsə. Nəyə görə bunu izah edə bilərsinizmi? Əlbəttə ki, çünki din çox özəldir. Hər kəsin öz daxili gigiyenasıdır. Biz oturub kimə deyə bilərik ki, səhər-səhər biz təmizliyimiz üçün duş aldıq və yaxud da dişlərimizi belə təmizlədik. Biz təmizlik prosedurlarımızı danışırıq cəmiyyətdə, xeyr. Ona görə mənəvi təmizliyimiz barədə də, gigiyena barədə də danışmırıq. Necə üsulla? Siz adi diş pastası haqqında danışırsınız, dişlərinizi hansı pasta ilə təmizləyirsinizsə, əmin olun ki, qarşıdakı tərəf daha yaxşı bildiyi bir sizə diş pastasını mütləq şəkildə tövsiyə edəcək. Yəni, ona görə din və ya siyasət o qədər özəldir ki, buna qarşı tərəfdən müdaxilədə bizim tolerantlığımız çatmaya bilir. Və buna görə də münaqişələr yarana bilir. Bir çox özəl sahələr var ki, inanc hissələr var ki, siyasət də elədir, müəyyən bir daxili xəstəliklər var ki, biz ətrafımızın bunu bilməyi istəmirik. Bu məsələlərə müdaxilə etmirik, əgər bizdən soruşmayıblarsa. Bəs Günel xanım, məsəl üçün bizim cəmiyyətimizdə bu çox təəssüf amma tez-tez rastlaşılan haldır. Məsəl üçün kiminləsə görüşəndə necəsən, nə var, nə yox, sanki biz özümüzə ayıb sayırıq xoş münasibət saxlamaq. Daha çox prioritet olaraq üstünlük veririk negativdən danışmaq. Hər şey pisdir, belədir, belədir. Bu nə qədər düzgündür? Negativdən danışaraq oponentini də negativə kökləmək. Doğrudur. İnanırsınız ki, mən artıq bir neçə illərdir karantin elan eləmişəm o barədə və yanımda, ətrafımda İnsan haqqında həqiqətən istəmir axı bunu doğrudan da. İstifadə edən insanları getdikcə azaltmışam və özümü daha yaxşı hiss edirəm, işlərim də daha yaxşı gedir. Bu çox doğrudur. Lakin elə olur ki, çox doğma adamınız belə şikayətçi kateqoriyasındadır və siz onu nə çıxarda bilirsiniz həyatınızdan və yaxud da başqa bir hala gələ bilirsiniz. Necə mədəni qaçasan oradan, necə insanı düşünürəm ki, özümüzün sağlığı üzərində işləyəcəyik ki, onun dediyi məsələlər mənə toxunmasın. Daha sağlam olacaq və o insanın onun fikri olduğunu, onun fikrinin başladığı yerdə mənim fikrim başlayır. O sərhəd olmalıdır. Əgər sizin keyfiniz pozuldusa, demək o insan siz hardasa razısınız və sizin qəlbinizə daxil olduğunuz sözü. Mən sizə desəm ki, sarı saçınız var, necə gözəl yaraşır sizə toxunar və yaxud da desəm ki, sizə sarı saç heç yaraşmır. Niyə sarı saçla gəzirsiniz? Güldünüz. Çünki siz əminsiniz ki, sarı saç deyilsiniz. Qəhvəyə saçdansınız. Ona görə mənim hər hansı bir negativ sözüm sizə, necə əminsiniz ki, siz qara saçınız var, bütün digər sahələrdə də əmin olmalısınız ki, sizin bugün keyfiniz və işiniz yaxşı olacaq. Başqasının sözü o qədər sizə təsir etməməlidir. Sizin inanclarınızda zəiflik varsa, başqasının məsələsi sizə toxuna bilər dediyi söz. Gözəl yanaşmadır. Bəs Günel xanım, deyək ki, bir cəmiyyətdə bir neçə nəfər varsa, xarici dilə keçmək nə qədər düzgündür, ya da ki, müxtəlif dillərdən istifadə eləmək nə qədər düzgündür. Ya da sən bilirsinsə ki, məsəl üçün 3 nəfər var, 3 nəfərdən
biri, məsələn deyək ki, hansısa dili bilmir və iki nəfər öz aralarında bu dildə danışılır, üçüncü nəfər qıraqda sanki belə qalmış olur. Bu nə qədər etiketə uyğundur? Bilirsiniz, etiket qaydalarına görə ümumiyyətlə bir insanı qarşı tərəfi pis hiss elətdirmək, yaxşı özünü hiss elətdirməmək düzgün hal deyil. Biz əlimizdən gələni etməliyik ki, qarşımızdakı insan və ya iştirak edən qonaq özünü yaxşı hiss eləsin. Bunun üçün də dil varsa, təbii ki, onun dilinə uyğun olaraq danışa bilirik. Lakin dünyada bu etiket qaydası biraz bölünüb. Məsələn, soyuq ölkələrdə, Avropanın soyuq ölkələrində düşünürlər ki, əgər bizim ölkədə, bizim cəmiyyətə gəlmisənsə, bizim dili öyrənmək məcburiyyətindəsən. Hər kəs öz dilini danışır və qonaq, orada iştirak edən insan çoxluğa uyğunlaşmağa çalışır. Biraz isti ölkələrə getdikcə şərq dünyasına biz qonağa daha meyilli oluruq. Yəni özümüz yemədiyi şirniyyatı adətən uşağımıza belə vermirik, qonağa saxlayırıq. Bu da çox vaxt qeyri-səmimi bir münasibətə gətirib çıxarır. Bu dilimizə də yansıyır. Biz öz dilimizdə deyil, başqasının dilində daha tez danışa bilirik. Bir müsbət tərəfi var ki, 2-3 dil danışan gözəl savadlı millətik. Bir tərəfimiz də odur ki, öz dilimizi bəlkə də yetərincə ucaltmırıq hələ ki. Bunu da hər kəsə tövsiyə edirəm. Özüm də xarici dildə təhsil alsam da Azərbaycan dilini hər zaman ədəbiyyatla, nitqlə, televiziyalara, düzgün danışan diktorlara baxaraq da təkmilləşdirməyə çalışıram. Çox səlis, çox gözəl Azərbaycan dilində danışırsınız. Təşəkkür edirəm. Bəs Günel xanım, məsəl üçün, bəzən görürsən ki, səninlə bir o qədər yaxınlığı olmayan, səmimiyyəti olmayan insan da, amma səni toyuna çağıra bilər, ad gününə çağıra bilər, hansısa tədbirə çağıra bilər. Ümumiyyətlə, bu tədbirə, toya, hansısa eventə dəvət eləmək etiketi necədir? Biz istədiyimiz kimi iş yoldaşımızı, qonşumuzu, yaxınımızı toyumuza, tədbirimizə dəvət edə bilərikmi? Əlbəttə ki, dəvət özü bir mədəniyyətdir. Təbii ki, hər kəsin özünün ölçü meyarı var. Nəyə görə mən istəyirəm ki, xoş günümdə bu insan mənim tədbirimdə iştirak eləsin. Lakin necə ki, gəlməmək və gəlmək də seçimdir və bu da qarşı tərəfin mədəniyyətidir. Gəlməmək olar, bu qətiyyən mədəniyyətsizlik deyil. Əgər siz öncədən ilk təklifdə gələ bilməyəcəyiniz barədə məlumat vermisiniz. Çox yanlış bir hərəkətdir ki, gəlirəm deyib və tədbirdə öz yerinizi boş saxlayasınız. Lakin əgər mən o tədbirdə özümü görmürəmsə və yaxud da həmin gün səyahətdəyimsə və yaxud da o qədər özümü yaxın hiss etmirəm o insana ki, elə bir əziz günündə onun tədbirində olum. Çünki özümün əzizlərinə vaxt ayırmaq istəyirəm. Bu da doğru seçimdir. Boş vaxtı gərəksiz məsələlərə həsr eləmək gərəkli deyil. Əvvəlcədən ilk saatdan əfsuslar olsun iştirak edə bilməyəcəm. Xoş arzularla, hətta imkan varsa biraz da komplimentlə, yəni hədiyyə komplimenti ilə də bu məsələni gözəl şəkildə bağlaya bilərsiniz. Bəs Günel xanım, deyək ki, münasibətlərə başlayanda, oğlanla qız yeni-yeni münasibətlərə başlayır və baxırsan ki, hər iki tərəf necə mədəni münasibət qurmağa başlayır. Bunu eyni zamanda dostluqlarda da görmək olur. Amma sanki vaxt keçdikcə insanlar o münasibəti o mədəniyyətdən çıxaraq səmimiyyət adı altında adiləşdirməyə və aqressiv münasibət sərgiləməyə çalışırlar. Bu da əlbəttə ki, qarşılıqlı müdafiə mexanizminə keçirir, bir-birini əzməyə keçirir. Bax, bu halda həm kişi-qadın münasibətlərində, həm valideyn-övlad münasibətlərində, həm dostlar münasibətində, kolleqalar arasında necə o qızıl ortanı qoruyasan? Həm səmimi olasan, eyni zamanda da öz sərhədlərini qoruyasan. Etiket məhz bunun üçündür. Etiket bunun üçündür ki, daxili ədəbi olmayan insanlar özlərini səmimi rahat aparmasınlar. Ona görə hər bir işdə mütləq şəkildə protokol qaydaları gözlənilməlidir. Məsələn, sərhəd, siz müraciəti, ofis əşyalarından düzgün və sıralamalı istifadə xarakterli, işçi rəhbər münasibətləri, kolleqalar arasındakı korporativ etika, biz də bu barədə çoxlu təlimlər veririk. Sağlam etik mühit sizin dediyiniz o kobudluqdan sizə xeyli azad edəcək. Lakin əgər iş dünyasında bir alma, yəni çürük alma deyim, ədəbsiz bir insan düşübsə, o ədəbsiz insan nə qədər mütəxəssis olursa olsun, işdən çıxarılmalıdır. Mənim illərdir və oxuduğum ədəbiyyatdan, tövsiyələrdən, müəllimlərimdən, özümün də təcrübəmdən gələn bir məsələdir. Təbiətdə mən hələ görməmişəm ki, 10 dənə sağlam alma düzün, çürümüş almanın böyrünə, o çürüməsini dayandırsın. Əksinə, çürük alma ətrafını xəstələndirə bilir. Buna görə də biz təbiətin qarşı gedə bilmərik. Bir ədəbsiz insan varsa və hər kəsin xətrinə dəyirsə, ədəbli insan çox susur və incisə də çalışır ki, özündən başqa heç kəsini buradan sıçramasın, özündə daşıyır. Lakin müəyyən bir müddətdən sonra xəstələnir və yaxud da küsür. Buna görə də elə insanları tez təsbit edib, ona xəbərdarlıq edərək
daha sonra işdən azad etmək daha doğrudur. Ailə daxili məsələlərdənsə bu tərbiyə xarakteridir. Uşaq evdə nə görürsə çöldə də odur. Və mən hər zaman deyirəm, çöldə tərbiyə etməzlər. Nə tərbiyə varsa evdə deyirlər. Nə zaman ki evdə masa arxasında uşaq özünü düz apardı, onda da məclisə getmək ixtiyarı var idi. Əvvəlki 18-ci, 17-ci, 16-cı əsrdə hər bir uşağın çölə çıxmaq bir yaşı var idi. 14-15 yaşından sonra. 14-15 il o uşaqları ad günlərə, toylara, böyük bir tədbirlərə aparmazdılar. Çünki hələ dil öyrənib, müəyyən bir davranış qaydalarını öyrədərək zadəgan ailələrinə söhbət gedir təbii ki. Ondan sonra cəmiyyətə çıxma günü elan edilirdi ki, ona qədər xeyli hazırlaşdırılırdı. Bugün amma təzə doğmuş uşaqla belə çox uşaqların bəlkə daxil olmayacağı bir məkanda daxil olub digərlərini narahat edə bilirlər. Axı siz həm də vurğuladınız ki, öz müsahibənizdə etiket qaydası digər tərəfin rahatlığını, komfortunu düşünməkdir, sərhədini düşünməkdir. Bir çox insanlar düşünürlər ki, etika birinci mədəniyyət özümüzə qarşı olmalıdır, amma biz özümüzü kənarda müşahidə edə bilərik. Hərdən deyirlər ki, mən oxuyuram bəzən informasiyalarda özünə dönük yaşa, içivə bax yaşa. Əslində sən özünü görmək istəyirsənsə mütləq çölə baxmalısan. Anavıza baxmalısınız. Sizi görəndə üzü gülürsə demək yaxşı övladsınız. Öz övladınıza baxmalısınız. Sizin önünüzə qaçır sevinirsə demək yaxşı anasınız. Biz özümüzün simasını başqalarının davranışında tapa bilərik. Mən necə əməkdaşam, iş yoldaşlarımın mənə münasibətdə və özümüzü baxmaq, özümüzü tanımaq da ətrafdan biraz baxmalıyıq. Ona görə etiket həm də ətrafa yansıyır. Təşəkkür edirik Günel xanım. Çox maraqlı, çox alicənab mədəni söhbətimizə görə. Mən suallarınızın ağıllılığına və çox dərinliyinə görə sizə təşəkkür edirəm.